medalla qayıda biləsiniz. Vasif, indi buyur öz oyununu biz təqdim elə. Mən bu oyunu Ağfıqurlarla Mahmudov Turxana qarşı oynayırdım. Y4, Y5, at F3, at C6, fil B5. Rəqibim mənə qarşı İspan oyunu oynayır. A6, fil A4, at F6, qala qurma, fil Y7, top Y1, B5, fil B3, qala qurma, D4. Y-də burada səhv xoddur. Bunun yerinə at D4 oynayırlar. At D4. Y7, Y5, at Y8, C3, D2, at C3, D6 oynayırlar. Lakin mənim rəqibim səhv oynadı burada. Y7 vurdu. Y7, Y5, at Y8, C3. Burada ağlar öz piyadasını verib təşəbbüs alırlar. At A5, fil C2, C5. Burada C5 kodunun yerinə D6 gəlmək lazım idi. Çünki Y5'də piyada çox güclü dayanır. C5, at D5. At C7 burada səhv xoddur. Çünki fil H7, şah H7. Burada at G5 kodudadır, at Y7. At G5 kodundan fil G5 vursam, vəzir H5, fil H6, at F6, şah 8, fil H6. Fil G5 kodundan sonra uduzur. Lakin mən burada belə oynamadım. Şah H7'ye vurdum, at Y7. Vəzir Y7 burada vura bilməz. Çünki at G5, şah H6, vəzir D3, F5, F, şah F6. At H7 gelişindən sonra böyük material üstünlük qazanır. Buna görə rəqibim oynar J6, fil B5, vəzir Y8. Top Y4 gelişindən sonra rəqibim təslim oldu. Təslim oldu.